Bakıda 75 yaşlı qadın marketdə vəfat edib. Hadisə fevralın 3-ü saat 13 radələrində Nizami rayonu Cəmşid Naxçıvanski küçəsi 73-də yerləşən Uba marketdə baş verib. Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Gülsarə İsa qızı Mirzəliyeva orada qəfil vəfat edib. Marketə müştəri qismində gələn şəxsin infarktdan öldüyü bildirilib. Faktla bağlı araşdırma aparılır. Ötən gün axşamdan səhərədək davam edən güclü külək nəticəsində 37 ağac qırılıb, 23 ağacın budaqları sınıb. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb. Bildirilib ki, birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülür və ərazi təmizlənir.